Hansısa bir valideyn gəlib deyirdi ki, o uşaqla oynama, onunla danışma. Bu gözümün qarşısında olub mən. Bəzi ölkələrdə olub ki, ümumiyyətlə heç hiss eləmirsən ki, sənin yanında belə uşaq var. Yəqin ki, bu daha yaxşıdır. Ümumiyyətlə hiss eləmirsən ki, sənin uşağında hansısa bir diaqnoz var. Bəs Bakıda? Bakıda yaxşı tərəfləri də görürəm. Pis tərəfləri demək olar çoxdan görmüşəm. Son vaxtlar pis tərəfləri görməmişəm. Yəqin ki, bir inkişaf var bu mövzuda. Hansısa bir valideyn gəlib deyirdi ki, o uşaqla oynama, onunla danışma. Bu gözümün qarşısında olub mən. Sadəcə mən Sofiyaya dayanmışdım, mən biraz kənardaydım. Amma mən həmişə bir gözüm Sofiya üzərindədir. Yaxınlaşdım, dedim, niyə danışmasın? Xəstədir, dedi, hə, danışma. Dedim, niyə danışmasın? Deyir, yox, bəs uşaq xəstələnib deyəsən. Mənə belə dedi. Söz tapmadım deməyə, dedim, oldu. Kövrəldi zəmindən yəqin ki. Yox. Düşünürəm ki, o qəbullama dövründə mən bunları artıq gözə almışam ki, belə bir şeylər ola bilər. Amma ən azından çalışıram həmişə elə reaksiya verim ki, mənə cürəti çatıb etsə də, bir də başqasını etməsin. Yəni, mən onu eşitməzlikdən də gələ bilərdim, amma çalışdım ki, o hiss eləsə ki, mən eşitdim, o nə dedi.